Sevinay Sarıkaya yoxsa Hazal Kaya? Filmoqrafiyalarına baxanda təbii ki, Hazal Kaya ondan daha yaxşıdır. Söhbət seriallardan getmir. Mən Sevinay Sarıkayanı ümumiyyətlə aktrisa olaraq bəyənmirəm. Məncə model olaraq həyatına davam eləsin. Hazal Kaya yoxsa Nesrin Cavadzadə? Təbii Nesrin Cavadzadə. Nesrin Cavadzadə son dövrlərdə biraz performansı düşüb aşağı, amma əvvəllərdə çox yaxşı oynadığı filmlər var. Nesrin Cavadzadə yoxsa Beren Saat? Beren Saat nisbətən daha yaxşıdır. Həm də yaxşı da aktrisadır məncə. Beren Saat yoxsa Farah Zeynəb Abdullah? Olsun Beren Saat, amma Farah Zeynəb Abdullahın xüsusilə Bergendə oynadığı təqdirə layiq idi. Beren Saat yoxsa Demet Evgar? Demet Evgar. Demet Evgar yoxsa Merve Dizdar? Merve Dizdar kanı qazandı, amma mən düşünmürəm ki, sırf ona aktrisalığına görə kan verdilər, yəni ən yaxşı aktrisa. Belə də yaxşı olsun Merve Dizdar. Merve Dizdar yoxsa Sibel Kekili? Təbii ki, Sibel Kekili. Sibel Kekili möhtəşəmdir. Təkcə yəni duvara qarşı da oynadığı obraz məncə Türk kinosunun ən yaxşı performanslarından biridir. Sibel Kekili yoxsa Bennu Yıldırımlar? Sibel Kekili ilə davam eləyir. Bennu Yıldırımlar da pis deyil. Xüsusilə onun Kaç para kaç filmində deyəsən belə maraqlı bir obrazı var idi. Sibel Kekili yoxsa Demet Akbağ? Demet Akbağ təbii ki. Demet Akbağ məncə Türk kinosunun yaşayan əfsanələrindən. Düzdür, o daha çox bir Demet teatro ilə məşhur olub. Bir Demet teatro belə kult olub da 90-larda, amma aktrisa olaraq da çox yaxşıdır. Kış yuxusunda məsələn möhtəşəm oynayır. Demet Akbağ yoxsa Nurgül Yeşilçay? Demet Akbağ ilə davam eləyir. Nurgül Yeşilçayın da maraqlı obrazları var. Xüsusilə Yaşamın qıyısında maraqlı idi. Demet Akbağ yoxsa Nebahat Çehrə? Məncə Demet Akbağ daha yaxşıdır biraz, amma Nebahat Çehrənin də çox yaxşı bir karyerası var məncə. Demet Akbağ yoxsa Nur Sürər? Təbii Nur Sürər. Təsəvvür edin ki, onun təzə çəkildiyi Müqəddərat filmi var. Sırf ona görə Altın Portakalda deyəsən yaxşı film belə aldı. Yəni çox yaxşı bir aktrisadır. Nur Sürər yoxsa Müjdə Ar? Müjdə Ar, Ah Belinda. Möhtəşəm filmdir. Tövsiyə edirəm, əgər izləməmisinizsə izləyin. Müjdə Ar yoxsa Filiz Akın? Filiz Akın mənim sevimli Yeşilcam aktyorlarımdan biridir. Ona baxmaqdan doymurdum. Filiz Akın yoxsa Hülya Koçyiğit? Mən Filiz Akını daha çox bəyənirəm, amma kimsə Hülya Koçyiğitsə etiraz eləmərəm. Filiz Akınla davam edək. Filiz Akın yoxsa Türkan Şoray? Bu biraz çətin oldu. Təbii, yəni Türkan Şoray çox böyük aktris. Yəni o qədər böyük aktrisadır ki, yəni Türkiyə sərhədlərindən kənarında da populyar olub. Türkan Şoray. Türkan Şoray yoxsa Fatma Girik? Mənə elə gəlir ki, mən seçəsi olsam, yəni bir rejissor olaraq Fatma Girik hər rolda oynaya bilər də. Biraz Türkan Şoray çox gözəldir deyə, ancaq belə sevgi filmlərində və s. amma Fatma Girik həm sevgi filmində oynada bilərsən, həm başqa bir ailə dramında və s. də oynada bilərsən. Ona görə Fatma Girik, amma təbii ki, mənim dediyim qayda qanun deyil. Siz də öz düşüncələrinizi mənlə bölüşə bilərsiniz. Rəylərinizi gözləyəcəm. Özünüzə yaxşı baxın.